Çəkil bir dəqiqə. Nicat Cəlilov Günahkar bədii serialında. Tez. Nə çaldı? Tez. Zal da olur. Götürün. Mən nərdəyəm? Kim gətirib məni bura? Xəstəxanadasınız xanım. Narahat olmayın, hər şey yaxşıdır, siz dincəlin. Nə oldu mənə? İndi necəsiz? Yaxşı. Adınız nədir? Əsmər. Hə, lap yaxşı. Mənim də adım Turaldır. Yaxşı, siz dincəlin. Mən yenə də gəlib baş çəkəcəm sizə. Əmoğlu, adamlarıma tapşır Səlimi tapsınlar. Sən narahat olma. Səlimi mən taparım. Yox Kənan, sən biraz ortalıqdan çəkil. Rıza dəlidirsə, bu saat zır dəli olub səni axtarır. Kim dəli olursa olsun. Mən vecimə deyil. Biz də elə belə adam deyilik. Bizim də vuran əlimiz, deyən dilimiz var. Başa düşürəm Kənan. Amma bəzi şeylər var ki, sən düşündüyün kimi deyil. Rıza ilə mənim köhnə bir məsələm var. Səməndərin oğlunun ölümü bəhanə olub. Əmoğlu,
Sənin məsələnlə bizim məsələmiz qarışıb problem yaranıbsa, ölənəcən yanındayam. Kərim, sən də qardaşın da mənə ən yaxın adamsınız. Kənan da qardaşım da əziyyətimi çox çəkib. Mən sizi kiməsə qurban eləyə bilmərəm. Allah səni bizə çox görməsin. Səni də biz kiməsə qurban verə bilmərik. Kərim demək istəyir ki, sənin köhnə məsələn ya indiki. Fərqi yoxdur. Həmişə sənin yanındayıq. Atam mənim çox əziyyətimi çəkib. Ölümündən sonra onu öldürmə, nə bilim daha nələr. İndi Kərim də Səlim də böyüyüb yeşə oğlan olublar. Onları qorumaq bizim boynumuza düşür. Əmoğlu, Rızadır kimdir səni qaçırdanda fikirləşdim ki, dayı səni görməyəcəm. Amma Allaha qurban olum, yenə də yanımızdasan. Allahın qismətidir Kərim. Deməli belə. Səlimin burada tanıdığı, hara getdiyi yerlər varsa onları bizə göstər. Hardan gəlirdisə şəhərdən gəlirəm deyirdi. Cavanşir, bizim uşaqlar şəhərin içini də bilirlər, çölünü də. Tapşıraram, narahat olma. Kənan, nə qədər bacarırsız ehtiyatlı olun. Balaca bir səhv peşmançılıq gətirə bilər. Hoş gördük. Salam. Alice. Hava soyuqdur. Biraz sinərsən. Həm də beynin asılar. Yox, içən deyiləm. Çox sağ ol. Yaxşı deyirsən. Mən ancaq bunu ata bilmirəm. Elə bu da məni ata bilmir. Yaxşı cavan oğlan. Danış görək, dərdin nə dax sənin? Bəlkə bir köməyim dəydi sənə. Sənin mənə nə köməyin dəyəcək ki? Mən təzə vaxtlar küçələrə düşəndə heç kəsdən kömək istəməzdim. İnsanların arasında özümü belə pis hiss edərdim. Elə bilirdim ki, mən cəmiyyətdə artıq adamım. Hə, amma sonralar özümə dedim ki, yox Ramazan. Bəlkə sən də nəyəsə lazımsan bu dünyada. Necə bildin ki, nəyəsə lazımsan? Məsələn, səni kimi cavanlara yol göstərməyə. Mənə kömək etməyə sənin gücün çatmaz. Bu dünyada istər güc sahibi ol, istər mənim kimi səfil. Hamımız insanıq. Ola bilsin, indi sənin mənə ehtiyacın yoxdur. Amma haçansı olar. Bu de, mən o kolluqda yaşayıram. Orada istəsən yanımda gecələyə bilərsən. Sənin yaşında mən də heç kəsdən söz götürməzdim. Atam rəhmətə gedəndən sonra böyük qardaşım mənə atalıq elədi. Evləndirdi. Bir oğlum oldu. İşim, pulum, ailəm, hər şey qaydasındaydı. Sonra böyük qardaşım öldü. Əlim qolum soydu.
yaşamaq istəmirdim. Bəs qardaşından başqa kiminsə yox idi. Anamı həyatda görməmişəm. Atamı da uşaq idim itirəndə. Böyük qardaşımın sözü mənim üçün ata sözü idi. Bu yaşda elə bil yetim qalmışam. Bəs ailən necə oldu? Atdı səni? Allah o günü heç kəsə göstərməsin. Oğul ki ataya əl qaldırdı, vay bu dünyanın halına. Atanın qarışı tez tutar bala. Başa düşmədim. Oğlun sənə əl qaldırdı. Hə bala. Yaxşı vaxtlarım var idi. İcazə olar Ramazan müəllim. Buyur. Bugün qızımın ad günüdür. İcazə versəniz biraz tez gedərdim evə. Bilirəm. Get. Mənim adımdan qızımı təbrik edə. Çox sağ olun. Mehman, Bəli Ramazan müəllim. bura gəl. Bunu götür. Məndən qızıma hədiyyə elə. Çox sağ olun. Allah razı olsun sizdən. Yaxşı yol. Alo, hə. Hə, yaxşı, yaxşı. Gəlirəm. Gəlirəm, yaxşı. Biraz da, biraz da. Hə, nə olub ay arvad? Nə istəyirdin? Dostlarımın atasına baxıram. Hərəsi bir dənə maşın alıb verib oğlanlarına. Sən də o boyda vəzifədə işləyirsən. Hələ bir dənə maşın alıb verə bilmədin mənə. Ay oğul, sən hətta atanla davranmağın qaydasını bilmirsən. Hələ məndən maşın da istəyirsən? Hə, istəyirəm. Kimdən istəməliyəm? Hə? Səndən istəməliyəm də. Gedim oğurluq eləyim, adam soyum. Sən bunu korruyubsan. Sən bunu qudurdubsan. İşin olmasın oğlumdan. Xoş deyil. Qapı açıqdır. Gedə bilərsən. Nə olar ki? Onsuz da bu ev anamın adınadır. Satarıq, maşın da alarıq, başqa yerdən ev də alarıq. Qalan pul da qoyuruq cibimizə. Ay oğul, sən nə danışdığını bilmirsən. Belə vaxtda ev satmazlar. Səbirli ol, qoy işlər qaydasına düşsün. Hər şey alacam mən sənin üçün. Bilirsən nə var? Mən uşaq deyiləm. Anam demişkən, nəsə xoşuna gəlmirsə, qapı açıqdır, gedə bilərsən. Nə? Atavı evdən qovursan alçaq. Əlbi tək görüm, çıx bayra. Dava, getdin. Sabahınız xeyir. Sabahınız xeyir. Salam. Salam. Salam doktor. Salam. Necəsiz? Çox sağ olun. Tural doktor burdadır? Burada olmalıdır. Sabahınız xeyir doktor. Sabahın xeyir Günel. Doktor, sizdən sabaha icazə almaq istəyirəm. Kəndə getməliyəm. Nəsə olub, yoxsa xeyir işdir?
Yox. Neçə vaxtı xalam qızına zəng çatmır. Telefona cavab vermir. Evdəkilər də mən də nigaran qalmışıq. Alo? Bəli, buyurun. Hə, bu saat gəlirəm. Nə olub doktor? Təzə xəstə gətiriblər. Gedim görüm nə olub. Nə məsələdir? Əsmər? Özünüzü necə hiss edirsiniz? Yaxşıyam, sağ olun. Bugün həkim baxacaq sizə. Vəziyyətiniz yaxşı olarsa, yəqin ki, buraxar sizi, evinizə gedərsiniz. Nə olub? Xeyirdirmi? Səməndər, evi satdığa qoymuşam. Niyə? Akşin öləndən sonra o evin divarları elə bil ki üstümə gəlir. Coşqun da yoxdur deyə heç qala bilmirəm orada. Zeynəb, bax nə vaxta qədər sən məndən xəbərsiz ev alıb satacaqsan. Bəsdir də. Çox nazından oynadım səni. Mən o ev alana kimi canım çıxıbdı. Nə malımın qədrini bildin, nə də canımın. Elə sən də mənim qədrimi bilməmsən. Nə də uşaqlarımın. Bəsdir sən Allah. Qədirbilərimə bir bax. Bugün evi satırsan, sabah da gəlib deyəsən çıx ofisdən. Şirkəti satıram. Mənim səndən həmişə bir istəyim olub. Ailəvin qədrin biləsən. Amma sən neynədin? Bir-bir məhv oluruq. Zeynəb, evi satmaqla bir şey düzələcəksə, sat getsin. Bax günün sabahdan mən də gəlim sənə kömək edeyim. Başa düşməlisən mən də. Sən o evi alandan sonra Akşin öldü, Coşqun tutuldu. Düşmədi də bizə o ev. Elə bil kiminsə nəfsi düşür. Get, nə istəyirsən elə. Amma sonra peşman olsan, məni günahlandırma. Əsmər, biraz da qal burada. Tam müalicə eləyim səni. Sonra gedərsən. Özümü yaxşı hiss edirəm. Hər şeyə görə çox sağ olun. Kaş ki sizin kimi insanlar dünyada çox olardı həkim. Əsmər? Günel? Nə olub sən ay qız? Nəsə bugün keyfin yoxdur Cəlilov. İşlər qaydasındadır? Bu qədər sənədlərin içində itib batmışam. Əşi, dur gedək biraz gəzək. Sənin deyinin nasılsa mənim də. Bu qədər işin içində hara gedək? Eyb yox, gəlib görərsən işimi. Biraz dincəl. Nə deyirəm? Gedək deyirsən gedək də. Dur. Uşaqlara tapşır, Səlimi tapsınlar. Narahat olma, taparıq. Səlim niyə yoxa çıxıb? Bilmirəm. Mən Cavanşirə görə narahatam.
Ortalıqda görünməyini istəmirəm. Onsuz da Cavanşir çəkdiyini çəkib. Bundan sonra kim nə edə bilər ki? Sən özündən müğayət ol. Bu dəqiqə axtarışdasan. Mənim heç kimin yanında gözüm kölgəli deyil. Rıza olmur kim olur olsun. Cavanşiri yerin deşiyindən dost tapmalıydım, tapdım. Tapmağına tapdın. Tək bundan sonra itirdiyimiz olmasın. Sən nədən qorxursan? Nədən qorxacağam ki? Sənə görə deyirəm. Rızanın əlinə düşməyəsən. Qorxma. Düşmərəm. Amma o mənim əlimə düşsə, heç kim ala bilməyəcək. Kənan, bilirsən, Cavanşirin Rıza ilə düşmənçiliyi bizi də qurban eləyəcək. Çalış hər addımından müğayət ol. Sən o barədə narahat olma. Sən Səlimi tap. Cavanşirə söz vermişəm. Yaxşı. Mən Rızaya lazım olsaydım, çoxdan tapmışdı məni. Hərdən fikirləşirəm ki, bu cinayət işləri olmasa bizə də ehtiyac olmaz. Düz deyirsən. Cinayət olmasa, heç bizə də ehtiyac olmaz. Eşitdim general çağırmışdı səni. Nə məsələ idi? Bu Səməndərin ayaq basmadığı yer qalmayıb. General da deyir ki, onun işinə xüsusi nəzarət edər. Düz deyir. Yoxsa həyasızlığından lap yuxarılara yazar. Oğlu cinayətkar ola, az qala qapımızı təpiklə açar. Mənim üçün istər Səməndərin oğlu, istər ondan da böyük, fərq eləmir. Geçsin cəzasını çəksin. O Səməndərdən biraz ehtiyatlı ol. O adamın üzünə gülür, arxasınca quyu qazır. Oğlun işi məhkəmədədir. Ekspert yoxlayır. Cinayət sübut olunub. Boynundadır. Vay 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 vay. İndi Səməndərin halı gözümün qabağındadır. Rauf, bir məsələ də var. Oyun general dedi. O ölənin arvadın nəvəsi şəhərdədir. Onu tapa bilsək, işimiz asan da olar. Yaşadığı yer yoxdur onun şəhərdə. Məncə yox. Sən bu işi Ağabayeva tapşır. Onun əlinə quş tuta bilmir şəhərdə. Ağabəyov. 2 günə mallar çatmalıdır yerinə. Sür. Hazırlaşın, çıxırsınız. Sənədləri ofisdən götürün. Yavaş-yavaş yola düşün. Yaxşı yol. Sağ olun. Heç yerə getmə, gözlə. Niyə əziyyət çəkib gəlmişsiniz Səməndər müəllim? Deyərdiniz özüm gələrdim şirkətə. Gərək bundan sonra hər işin üstündə özüm dayanım. İnandığım adamlar mənə xəyanət etməsin deyə. Müəllim, birinci dəfə deyil ki bu işi görürük.
Bu vaxta qədər də bütün maşınların hara gedib gəldiyini ən birinci siz bilmisiniz. Düzdür. Amma bəzi şeyləri gizlin saxlamısan məndən. Bütün sənədləri yoxlaya bilərsiniz. İstəsəzlər bütün işçiləri yığıb iclasla keçirə bilərik. Onu demirəm. Sənin Cavanşirlə nə əlaqən var? Hansı Cavanşir? Mən elə adam tanımıram. Tanıyırsan. Yaxşı fikirləş. Sənin uşaqlıq dostun Cavanşir. Mən onu 10 ildən çoxdur görmürəm. Onunla heç əlaqəm də yoxdur. Nə olub ki, müəllim? Rıza gəlmişdi. Canımı alsaydı ondan yaxşı idi. Səməndər müəllim, mənim nə sizin yanınızda, nə də bu şirkətdə gizli heç nəyim yoxdur. Qaldı ki, Rızanın sözünə, mənim o qədər Cavanşir adlı uşaqlıq dostum olub ki. Bir dəli quyuya daş attı. 100 ağlı çıxardanmadı. Yaxşı Bəkir, ged işinlə məşğul ol. Alo, Hardasan sən? kafedə. Biz nə hayda, sən nə hayda. Dəstidə bu zəhrimar işləyir. Yaxşı bu zəhrimar var. Yoxsa fikirdən başım ağrır. Hardadır kafe? 28-də Eminin məkanında. Gəlirsən gəl bura. Bəs nə edəcəksən bundan sonra? Bilmirəm Günel. Səlim də həyəcanlı görünürdü. Hiss elədim ki, nəsə baş verib. Mənə deyəndə ki, Əsməri qaçırdıblar. O gecə özümə gələ bilmədim. Nərgizdən bir xəbər var. Bayaq doktordan icazə istədim ki, sabah kəndə gedim. Lap nigaranım ondan. Getmə Günel. Bütün kənd o Səməndərin əlindən şəhərə qaçır. Gedərsən başıva iş gələr. Ay qız, onların məndən nə işi var? Mən ara, Səməndər ara. Onlar nəinki Səlimi tanıyanları, ona salam verənlərə də rəhm eləmirlər. Yatarsan. Nə vaxta qədər belə tüfeyli həyat sürəsən? Yeyib içmək nə vaxtdan ayıb olub? Sən buna yeyib içmək deyirsən? De görüm nə olub? Nə məsələdir? Başın işkidən ayrılsaydı, bizdən də yaxşı bilərdin nə olub. Nə olacaq bundan artıq? Bəlkə ayağımızın altını qazır. Bu qədər də yoxdur. Bəkir belə şey eləməz. İnanmaram. Nətər inanmaram? Dədəmə bıçaq vursan, qan çıxmaz. Neyinib ki Bəkir? Rıza gəlmişdi kişinin yanına. Dediyinə görə Cavanşirin uşaqlıq dostudur. Rıza? Bəs yaxşı. Bəkir nə deyir bu işə? Nə deyəcək? Boynunu almır.
Ürəyi sıxmasan. Cavanşiri gözləyirəm. Gələn kimi gedirik şəhərə. Kərim, sən bilirsən ki, Səlmi mənin əziyyətini böyütmüşəm. Böyük qardaşsan, tap gətir onu. Əyləşin. Necəsiz əmi? Necə olacaq? Səlimdən nigaranıq. Narahat olma əmi. Uşaqlara tapşırmışam, tapacaqlar. Əmi oğlu, o Kənanın dediyi uşaqlar ki var, onlar Səməndərin ya da Rızanın yerini tanıyırlar. Tanıyırlar Kərim. Onlar pis eləmədiyədən qalıb ki, tanımasınlar onları. Əmi! Dədə, nə oldu sənə? Həkim çağırım. Yox lazım, gör. Yaxşısan? Ramazan dayı. Ramazan dayı. Dayı. Ağsaqqala dincəlmək lazımdır. Möhkəm stres keçirdim. Mən dərman yazacağam. Mütləq onları alın. Əmi oğlu, bilirsən ki, dədəm kənd adamdır. Dərman atmağa öyrəşməyib. Bəlkə lazımdır. Heç nə olmaz Kerim. Həkim nəticə onu eləmək lazımdır. Yaşlı adamdır. Səlim gəldi. Narahat olma əmi. Sən istirahət elə. Səlmi mütləq gətirəcəm. Əmi oğlu, bəlkə gedək Rızanın məkanlarına baxaq. Allah eləməmiş onların əlinə düşür. Səlim onun əlində olsaydı, mütləq xəbərimiz olardı. Rıza nə qədər dəli olsa da, imzasız iş görmür. Məni təzdən istəyib, Səlimi qaytarardı. Onda qaldı təkdə Səməndər. Əgər onun əlindədirsə Səlim. Bilmirəm Kərim, öyrənəcəyik. Bu dərmanlar mütləq alınmalıdır. Oldu. Gəlirəm indi. Rıza. Kərim budur. Cavanşirin əmisi oğlu.
Sən sənin Cavanşirin əmsi oğlu. Sən kimsən ki, mən sənin sualına cavab verim? Sən basıldın məkanlarıma. Soruşmamısan adamından. Neçə gün həyətimin iti olub. Sonra da əmi oğluma hədiyyə elədim. O da sənə göndərdi. Verilən hədiyyədən hədiyyə olmur. Cəbi, tap o küçüyü. Cavanşirin yerində. Səncə deyərəm? Deməzsən, bilirəm. Götürün telefonu. Yığ Cavanşiri. Alo. Sənə bu əmin oğlu nə dil bilməz adam. Ayaqdan deyirəm Cavanşir deyəsən axtarır məni. Yerindir, qoy özüm gedim yanına. Onunla işin olmasın. Sənə mən lazımam. Mən də gəlirəm. Burax onu. Mən Cəbiyə 10 il bundan qabaq demişəm. Bu Cavanşir ki var, hər dediyimizi eləyən adamdır. Gəl deyirsən gəlir, get deyirsən gedir. Hardasan Kenan? Nə istəyirsən? Canımın sağlığını. Burax getsin onu. Onun bizim məsələyə dəxli yoxdur. Sənin bu əmin oğlu məkanlarımı basır, adamımı həyətdə saxlayır, sənə hədiyyə eləyir. İndi də deyirsən məsələmizə dəxli yoxdur. Məni axtarmaq üçün məkanlarını basıb. Səninlə şəxsi qərəzliyi yoxdur. Qocalmısan Rıza? Qocalmısan? Görüşəcəyik Cavanşir. Görüşəcəyik.
hayatta, bu sevgide ne sen gülüm ne de kim